Salam, hər vaxtınız xeyir olsun. Bugündən etibarən mən sizə 9-cu sinif biologiya vəsaitinin yeni nəşr biologiya vəsaitində olan mövzuların izahını sizlərə verəcəm və YouTube kanalımda ardıcıl şəkildə yerləşdirəcəm. Kanalıma abunə olaraq bu mövzuların izahı barədə məlumat ala bilərsiniz. Bundan əlavə hazırlıqlar haqqında məlumat verim ki, həftədə 2 və yaxud 3 dəfə 90 dəqiqə olmaqla hazırlıqlarımız var. Bu hazırlıqlarda mövzuların geniş şəkildə izahı mən tərəfindən şagirdlərə verilir. 7-ci, 8-ci və 9-cu siniflər üzrə hazırlıqlarımız ayrıdır. Abituriyent hazırlıqları isə 10-11-ci sinif qrupları ayrıdır. Çünki bilirsiniz ki, artıq 7, 8, 9-cu siniflər yeni nəşr kitablardan imtahana hazırlaşacaqlar. Ona görə həmin yeni test bankları üzrə hazırlaşacaqlar. Məsələlərin sadə və qrafiklərin sadə izahı anlaşılır şəkildə izahı mən tərəfindən veriləcək və şagirdlərə özümün hazırladığım sınavlarda göndəriləcək. Bundan əlavə dərs onlayn şəkildə keçiriləcək və suallarınız barədə rəylər bölməsində yaza bilərsiniz. İndi isə yeni bölmənin izahını sizlərlə vermək istəyirəm. Birinci bölmə dayaq hərəkət aparatından söhbət gedir. İnsanın dayaq hərəkət aparatına sümüklər və əzələ sistemləri daxildir. Dayaq hərəkət aparatının pasiv hissəsini sümüklər və onların birləşmələri, aktiv hissəsini isə əzələlər təşkil edir. Sümük sistemi sümükdən, qığırdaqlardan, bağlardan və vətərlərdən ibarətdir. Bu sistem bir sıra həyati funksiyaları yerinə yetirir ki, ən başlıca funksiyalarından biri hərəkəti və qan yaranma prosesində iştirak edir. Çünki qırmızı sümük iliyi, yəni bütün sümüklərin daxilində olan qırmızı sümük iliyində qanın formalı elementləri formalaşır. Qanın formalı elementlərinə leykositlər, trombositlər və eritrositlər aid idi. Əzələ hüceyrələri yığılmaq və boşalmaq qabiliyyətinə malikdir. Əzələlər 3 növdür. Onlara eninə zolaqlı əzələlər və yaxud skelet əzələsi də deyirik, saya əzələlər və ürək əzələsi aiddir. Skelet əzələlərinin işi iradidir. Yəni, insan iradəsinə tabidir. Biz istədiyimiz zaman hərəkət edib, qolumuzu bükę bilirik, aça bilirik, qaça bilirik. Bunlar skelet əzələləridir, dərinin altında olan əzələlər və bizim iradəmizdə tabidir. Lakin insanın bədənində olan daxili orqanların divarında olan saya əzələlər və ürək əzələsinin işi qeyri-iradidir. Bizim iradəmizdən asılı deyil həmin orqanların işi. Bundan əlavə, burada da qeyd olunub ki, bütün boğum-ayaqlılar və mollyuskaların əksəriyyəti xarici skeletə malikdir. Çünki biz demişdik ki, boğum-ayaqlılarda və mollyuskalarda xarici skeletə var idi. Boğum-ayaqlıların skeletində, hətta xarici skeletində xitin var idi. Xitin də demişdik ki, 8-ci sinif dərsliklərində qeyd etdiyimiz kimi, xitin sellulozadan sonra yer kürəsində yayılmış ikinci yerdə olan karbohidratdır. Birinci ən çox yayılan selluloza idi, ikinci isə xitin idi. Onurğalılarda daxili skelet olur. İnsan onurğalılar aiddir. Baxın, daxili skelet, yəni xaricdən əzələlərin altında yerləşir. Məsələn, meduzalarda isə bu tipli skelet ümumiyyətlə yoxdur. İndi gəlin ilk mövzu haqqında danışaq. İlk mövzu insanın sümük və əzələ sistemləridir və sümüklərin quruluşudur. Bu mövzuda biz öyrənəcəyik sümük toxuması anlayışını, osteosit nədir, sümük üstülüyü, qırmızı sümük iliyi və sarı sümük iliyi haqqında danışacağıq. İnsanın sümük və əzələ sistemləri dayaq hərəkət aparatını formalaşdırır. Sümüklər və onların birləşmələri pasiv, bayaq qeyd etdiyim kimi, əzələlər isə aktiv hissəsini təşkil edir.
Sizcə, skelet insan orqanizmində hansı funksiyaları yerinə yetirir? Skelet ilk növbədə hərəkəti təmin edir. Çünki skeletin birləşmələri, oynaqlar əmələ gətirir, hərəkətli, hərəkətsiz, yarım hərəkətli birləşmələr əmələ gətirir və bunun sayəsində biz hərəkət edirik. Bundan əlavə skelet az öncə qeyd etdiyim kimi sümüklərin daxilində olan qırmızı sümük iliyində qanın formalı elementləri formalaşır. Yəni bu deməkdir ki, qan yaranma prosesində birbaşa iştirak edir skelet, sümük. Dayaq hərəkət aparatının əhəmiyyəti. Sümüklər və onların birləşmələri bədənimizin dayağını təşkil edir və forma verir. Əzələlərlə birlikdə onlar həyat funksiyasını həyata keçirir və müxtəlif həyata əhəmiyyətə malik orqanlarımızın xarici təsirlərdən qoruyur. Sümüklərin tərkibində üzvü və qeyri-üzvü maddələr var. Üzvü maddələr sümüklərə elastiklik verir. Ancaq qeyri-üzvü maddələr sümüyə sərtlik verir. Məsələn, uşaqlarda üzvü maddələrin miqdarı çoxdur, qeyri-üzvü maddələr azdır. Ona görə də uşaqlar yıxılanda, hardansa və yaxud hər hansı bir təsirə məruz qalanda sümüklərdə çox zaman qırılma baş vermir. Lakin yaşlı insanlarda qırılma daha tez-tez baş verir və sağalması biraz zaman alır. Çünki yaşlıların bədənində sümüyün tərkibində olan üzvü maddənin miqdarı azalır, qeyri-üzvü maddələrin isə miqdarı artır. Deməli, bizdə əgər belə bir sual verilsə ki, üzvü maddənin miqdarı yaşdan asılıdırmı? Bəli, çünki qrafik şəkildə bunu biz qeyd etsək, üzvü maddənin miqdarını yaşdan asılı olaraq, yaş artdıqca üzvü maddənin miqdarı azalacaq. Tərs mütənasib. Ancaq qeyri-üzvü maddənin miqdarı, yaşdan asılı olaraq artacaq. Necə ki, yaşlılarda qeyri-üzvü maddənin miqdarı artır. Sümük toxumasının quruluşuna gəldikdə, sümüklərin 1/3 hissəsi sümük hüceyrələrindən, 2/3 hissəsi isə hüceyrə arası maddələrdən ibarətdir. Sümük toxumasının əsas hüceyrələrinə isə biz osteositlər deyirik. Burada da qeyd olunub osteositlər. Bu hüceyrələr canlı olub çıxıntılara malikdir. Baxın, bunun hər biri bir osteositdir və çıxıntılar var. Qonşu hüceyrələrlə əlaqə yaradır. Və bunların arasında isə hüceyrə arası maddə var. Hüceyrə arası maddə hüceyrədə, sümük toxumasında 3/2-dir. Hüceyrələr isə 1/3 hissəsini təşkil edir. Məsələn, bizə sual verilə bilər ki, 12 kiloqramlıq bir sümük toxumasında nə qədər sümük hüceyrələrinin kütləsi miqdarı nə qədərdir və yaxud sümük arası maddənin miqdarı. O zaman biz toxumanın verilən miqdarını, əgər bizdən sümüyün miqdarını soruşursa 1/3-ə vururuq, tapırıq 4 kiloqram. Və yaxud 12-ni vururuq 3/2-yə, buradan da cavab 8 kiloqramda deməli hüceyrə arası maddə var imiş bu sümüyün tərkibində. Və hər bir hüceyrəyə qan damarları, sinirlər gəlir. Ümumiyyətlə, insan orqanizmində qan damarları və sinirlər hər bir yerdə var. Osteositlər sümük toxumasının kanallarındakı qan damarları hesabına qidalanırlar. Burada da şəkildə göstərilib sümüyün quruluşudur. Sümüyün daxilində belə boşluqlar var. Hüceyrə arası boşluq var və hüceyrələrdə qan damarları və sinirlər də sümüyün tərkibində şəkildə göstərilib. Sümük toxumasında tərkibində qeyri-üzvü maddələr haqqında danışdıq. Fəaliyyət hissəsində bizə belə bir təcrübə verilib. Sümükdən mineral maddənin çıxarılması nəticəsində elastikliyin dəyişməsi. İlk öncə bir ədəd toyuq sümüyü götürürük, məsələn, bud sümüyünü. 10% xlorid turşusu məhlulunda şüşə stəkan, əlcək, tibbi maska, pinset. Əvvəlcə sümüyün forma və sərtliyini müəyyən edirik. Normalda biz sümüyü əlimizlə toxunsaq bərkdir. Onu əyə bilmərik, əysək qırılar. Ancaq sümüyü stəkandakı turşu məhlulun içərisinə daxil eləyib 24 saat gözləyirik, yəni bir sutka. Sümüyün strukturundakı dəyişiklikləri qeyd edim. Bu zaman sümüyün tərkibində olan qeyri-üzvü maddələr, yəni kalsium duzları turşuda həll olunacaq. Sümüyün tərkibində yalnız üzvü maddələr qalacaq.
və bir sutkadan sonra biz onu turşudan çıxartsaq, sümük çox elastik bir vəziyyət almalıcaq. Yəni biz istədiyimiz şəkildə sümüyü burub əyə bilərik. Bunu göstərir ki, sümüyün tərkibində olan qeyri-üzvü maddələr, yəni duzlar, xlorid turşusunda həll olur, xlorid turşusuna keçir. Ancaq üzvü maddələr sümükdə qaldığına görə sümüyün elastikliyi artır. Sümüklərin quruluşuna gələndə, buradakı sualları da sümük nə üçün elastikləşdi? Çünki dedik ki, qeyri-üzvü maddələr artıq xaric oldu sümükdən, üzvü maddələr qaldı. Ona görə də elastik şəkildə əyildi. Sümüklərin quruluşuna gəldikdə isə burada uzun borulu sümük verilib və bu sümüyün xaricdən sərt, daxildənsə süngəri maddədən təşkil olunub. Sümüyün, hər bir sümüyün üzərində xaricdən sıx birləşdirici toxumadan ibarət sümük üslüyü örtülür. Baxın, bu sümük üslüyüdür. Və o sümüyün qidalanmasını, dayağını, müdafiəsini təmin edir. Qidalanma əsasən müdafiə funksiyası yerinə yetirir və sümüyün eninə böyüməsini təmin edir. Çünki həmin sümük üslüyünün daxili qatındakı hüceyrələr, bu sümük üslüyünün daxili qatındakı hüceyrələrin bölünüb çoxalması sayəsində sümük eninə istiqamətdə böyüyür. Uzunluğa bölünməsi isə sümüyün başçı hissələrindəki olan hüceyrələrin bölünüb çoxalması hesabına baş verir. Süngərin maddəsinin boşluqlarında, yəni bu hissəsində qırmızı sümük iliyində dedik ki, qanın formalı elementləri formalaşır. Sümüklərin içərisində qırmızı sümük iliyi var. Ancaq bəzi sümüklər var ki, onlarda qırmızı sümük iliyindən başqa sarı sümük iliyi də var. Sarı sümük iliyi insan orqanizmində uzun borulu sümüklərin içərisində olur. Baxın, sarı sümük iliyi sarı rəngdə olur, çünki pi toxumasından təşkil olunur. Daxilində yerləşir sümüklərin. Sümüklər forma və ölçülərinə görə qruplaşdırırıq. Formasına görə biz sümükləri 4 növ sümük qrupuna ayırırıq. Uzun borulu sümüklər, qısa sümüklər, sonra yastı sümüklər və qarışıq sümüklər. Uzun sümüklər möhkəm olurlar və yüngül olurlar. Uzun sümüklərə aiddir, məsələn, ətrafların skeletindən bazunun sümüyü, but sümüyü bunlara aiddir. Onların uç hissəsində qalınlaşmış başçıqlar olur bu hissələrdə. Bu başçıqların üzəri qığırdaq olur və orta hissəsində isə pi toxuması ilə zəngin sarı sümük iliyi yerləşir dedim. Bud və bazu sümüyünü uzun sümüklərə misal göstərmək olar. Uzun sümüklərdə bundan əlavə bud, bazu, sonra burada qeyd edəcəm, aiddir mil sümüyü, dirsək sümüyü, qamış, incik sümüyü aiddir. Hər ətrafda, qollarda 2 mil, 2 dirsək, aşağı ətraflarda 2 qamış, 2 incik sümüyü olur. 2, qeyd edirəm. Bud sümüyü də 2 ədəddir, bazu sümüyü də 2 ədəddir. Toplam 12 insan bədənində 12 uzun borulu sümük var. Qısa sümüklərə gəldikdə, qısa sümüklər, onlar qısa və süngəri olurlar. Ayrılırlar 2 hissəyə, qısa süngəri və qısa borulu sümüklər. Qısa süngəri sümüklərə əl daraq arxası və ayaq daraq arxası sümüklərini, qısa borulu sümüklərə isə barmaq falanqalarını və daraq sümüklərini misal göstərmək olar. Bu sümüklər hansılarda şəkildə mən göstərim sizə. Qısa süngəri və qısa borulu. Baxın burada. Deməli, qısa borulu sümüklərə aiddir falanqalar. Sonra ayaq darağı sümükləri,
Qısa süngəri sümüklərə isə aiddir. Ayaq daraq arxası sümükləri və yaxud əldə olan, biləkdə olan əl daraq arxası sümükləri. Buradan bura qədər qısa boruludur. Bu isə qısa süngəri. Bunların sayını da yazaq. Deməli, qısa borulu sümüklərə bir əldə 14 falanqa var. İkisi birlikdə 28 falanqa. Sonra bir əldə 5 əl darağı. İkisi birlikdə 10 daraq. Bir əldə yerləşir əl daraq arxası. Bunların da sayı 8 ədəddir. Bunlar boruludur. Qısa borulu. Bu da süngəri. Ayaqda bir ətrafda 14 falanqa, ikisinə birlikdə 28. Bir ətrafda ayaq darağı 5, ikisinə birlikdə 10. Bir ayaqda ətrafında ayaq darağı arxası qısa yazıram. 7 ədəd. Bu da ikisinə birlikdə 14 edir. Bunların sayı toplamda qısa sümüklərdir. Yastı sümüklər, bunlar əsasən bədən boşluqlarının formalaşmasında iştirak edir. Məsələn, kəllə boşluğu, qarın boşluğu, yəni döş boşluğu, onurğa sütunu boşluğu, daha çox onurğa sütunu üzr istəyirəm, qarışıq sümükdür. Bədən boşluqlarında döş boşluğu və kəllə boşluğunu əsasən üstünlük təşkil edir. Döş boşluğunu əmələ gətirir, məsələn, döş sümüyü, qabırğalar birləşir bunlara. Kəllə boşluğunu kəllə qapağı sümükləri əmələ gətirir. Və yaxud sonra çanaq boşluğunu çanaq sümüyü əmələ gətirir. Bunlar aiddir yastı sümüklərə. Məsələn, buradan bud sümüyü verilib. Bud sümüyü uzun borulu sümükdür. Uzun borulu. Bunu dedik qısa sümüklərdir. Sonra burada bir çanağın şəkli verilib. İnsanda bir cüt çanaq var. Bu yastı sümükdür. Bu bazu sümüyüdür. Bazu sümüyü də uzun borulu sümükdür. Bu burada qabırğadır. Qabırğa yastı sümükdür. Döş boşluğunu əmələ gətirir. Bunlar isə fəqərələrdir. Fəqərələr qarışıq sümüklərə aiddir. Üzün sümükləri, fəqərə sümükləri, bunlar qarışıq sümüklərə aiddir. Məsələn, burada yaza bilərik. Üz sümükləri, fəqərələr, bunlar qarışıq sümüklərə aiddir. Sonra bu sümüklərdən hansıları burada sual verib müzakirə edən hissəsində hansı bədən boşluqlardan əmələ gəlməsində iştirak edir? Məsələn, buradakı bazu və bud sümüyü boşluq əmələ gətirmir. Sərbəst ətraflarda olur. Oynaqların əmələ gəlməsində əsasən iştirak edir bu sümüklər. Ancaq boşluqları, bədən boşluqlarını əmələ gətirən yastı sümüklərdir. Çanaq sümükləri, məsələn, dedik ki, çanaq boşluğunun əmələ gəlməsində iştirak edir. Qabırğa döş qəfəsinin,
döş boşluğunun əmələ gəlməsində iştirak edir. Sizcə bu sümüklərin hansında sarı sümük iliyi olur? Deməli, az öncə qeyd etdim ki, mövzunun içərisində sarı sümük iliyi uzun borulu sümüklərin içərisində olur. O zaman biz deyə bilərik ki, şəkildə verilmiş bu sümüklərdən bu sümüyü və bazo sümüyü uzun borulu sümük olduğuna görə bunların daxilində sarı sümük iliyinə rast gəlirik biz. Öyrəndiklərinizi yoxlayın hissəsində bizə suallar verilib. Suallara əsasən görək cavablarımız necə olacaq. Sümük vəzələ sistemi hansı funksiyaları həyata keçirir? Sümük vəzələ sistemi birlikdə dayaq hərəkət aparatını təşkil edir və bu da insanın hərəkətini əsasən həyata keçirir. Bundan əlavə sümük sistemi dedik ki, boşluqların məsələn əmələ gəlməsində iştirak eləyir, daxili orqanlarımızı qoruyur və qan yaranma funksiyası var. İkinci, sümük toxumasının quruluşunu təsvir edin. Dedik ki, sümük toxumasının 1/3 hissəsi sümük hüceyrələrindən, 2/3 hissəsi isə hüceyrə arası maddələrdən təşkil olunub. Və bu toxumanın daxilinə sinirlər və qan damarları gəlirdi hər bir hüceyrələrə. Sümük hüceyrələri adlanırdı osteositlər və çıxıntılara malik idi. Üçüncü, sümük toxumasının quruluşu onun hansı funksiyası ilə necə əlaqəlidir? Sümük toxumasının quruluşunda üzv və qeyri-üzv maddələr var. Və bu üzv maddələr sümüyə elastiklik verirdi, qeyri-üzv maddələr isə sümüyün sərtliyini təmin edirdi, yəni kövrək eləyirdi onu. Yaş artdıqca isə üzvü maddənin miqdarı azalması ilə bağlı olaraq yaşlılarda məsələn sınıq halları, sümüklərin kövrəkləşməsi daha çox baş verir. Dördüncü, sümük üslüyü bütün sümüklərdə olurmu? Sümük üslüyünə biz bütün sümüklərdə rast gəlirik. Sümük üslüyünün şəkilləri göstərim burada. Sümük üslüyünə biz bütün sümüklərin üzərində rast gəlirik, çünki o qidalanma və müdafiə funksiyasını yerinə yetirirdi. Lakin bundan əlavə uzun borulu sümüklərin üzərində bu baş hissələrində qığırdaq toxuması da var. Ona görə uzun borulu sümüklərin baş hissəsində qığırdaq onların sümük üslüyünü görünmür. Sonra 5-ci, əgər uzun borulu sümüyü yandırsanız, onda hansı dəyişikliklər baş verər? Əgər biz sümüyü yandırsaq, onda olan üzvü maddələr yanacaq və qeyri-üzvü maddələr qalacaq. Və üzvü maddələr yananda yanar və qeyri-üzvü maddələr qaldığına görə kül şəklində yanmış sümük asanlıqla kövrək olur, qırılır və parçalanır. Bu mövzu ilə bağlı izah bu qədər. Növbəti mövzuları da çəkib kanalıma yerləşdirəcəm.